Rəqs eləmə. Azərbaycana salamlar. Əlim kişi əlinə dəysin. Dostlar salam, hər kəsi salamlayıram. Necəsiniz? Nə var, nə yox? Bugün yenə sərgidəyik, amma hansı sərgidə gəlin sizə göstərim. Çəkdiyim materiallar bir hissəyə sığışmadı. Ona görə kimə maraqlıdır gələn şənbə ikinci hissəni gözləsin. Dostlar gördüyünüz kimi bugün biz Guangzhou'da keçirilən qapı pəncərə sərgisindəyik. Buradan sizə görüntüləri hazırlayıb göstərmək istəyirəm. You guys speak Chinese? Can speak. 哦，就这样开了是吧？ Xırda istehsalçılardan tutmuş, böyük istehsalçılara qədər iştirak edirlər bu sərgidə. 保证防水是吧？ Pəncərələri su keçirmir deyə qarantiya verir və göstərir. Dostlar bu bilirsiniz nədir? Bu belə bir kabinetdir. Bu şirkət plyonka satır. Plyonkanı şüşənin üstünə yapışdırırlar və keçirtmir, soyuq isti keçirtmir. Bu lampalar, bu işıqlar istidir. Burada mənə çox istidir. Burada isə heç nə hiss eləmirəm. Burada istilik yoxdur. Var, burada biraz təsiri var, amma içəridə bir istilik yoxdur. Ən azı oradan yaxşıdır. Soruşdum ki, makinası buradadır, dedi yox, makinası burada yoxdur, amma bizdə var, satırıq. Bay bay. Bu pəncərə də çox keyfiyyətlidir, görürsüz. Kilidi də var, uşaq kilidi. Belə bağlanır, açılmır. Satıcının özü də görürsüz, belə dartdı ki, qəşəngdir. 这个怎么开？开一下我。 Yüksək mərtəbələr üçün nəzərdə tutulmuş pəncərə. Bu şirkətdə kostyumlu qaqaşlar yığışıb. Şirkət özünə çox güvənir. Nəzərinizə çatdırmaq istəyirəm ki, Çinlilər də bizim kimi kostyumu çox sevirlər və satış menecerləri kəsinliklə kostyum geyməlidir. Qapı pəncərə üçün hər şey düzəldən şirkətdir. Hər şeydə olduğu kimi qapı dəstəyinin də A klası olur. Bu tərz məhsullar, qapı dəstəyi, pedyalar çox idi, göstərmədim. Əslində bu sərgi ticarətçilər üçün yəni bir maraq göstərməyə bilər. Mənim bu sərgidən göstərdiyim bu videolar onun üçündür ki, əsasən bina tikənlər, ev tikənlər, yəni şirkətlər mənimlə əlaqə saxlaya bilər və növbəti sərgilərdə onlar üçün maraqlandıran bir mövzuları araşdırıb iş birliyinə başlaya bilərik. Yəni zavodlarla, şirkətlərlə gedib danışıqlar aparmaq və digər bu məsələləri biz danışa bilərik. Yəni videodan screenshot edib mənə göndərmək ki, qardaş bundan istəyirəm, qardaş bundan istəyirəm, bu neçədir, o neçədir. Bu məsələdə alınmır. Çünki bunları mən sadəcə görsəl olaraq göstərirəm. Yəni görəsiniz ki, burada belə sərgilər tez-tez olur. Şirkətlər nümayiş elətdirir öz məhsullarını və növbəti sərgidə iştirak edə bilərik. Dostlar, baxın sizə nə göstərim. Otur. Qalx. Belə oyna görüm, fırlan. Ay, sağ ol. Görüşərik.